Bugün geldim, gözümle gördüm ki, həqiqətən kəsiblər. 20 ilin ağacını kəsib satmaq məqsədilə. Söhbət Hövsan qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığından gedir. Vətəndaş iddia edir ki, ərazidə ağaclar qanunsuz kəsilib. Hətta yeni kəsildiyi bilinməsin deyə üstü torpaqla örtülüb. Yoldaşım 2009-cu ilin oktyabrın 22-sinə rəhmətə getdi. Rəhmətə gedən sonra burada dəfn elədi. Dəfindən sonra bir 10-15 gündən sonra biz burada kölgəlik nöqteyi nəzərdən, çünki burada səhralıq kimi bir yerdir. Burada yandakı da qəbirlər yox idi burada. 3 dənə həmişəyaşıl şam ağacı əkdik burada. Və ondan sonra içəridə də bax bu gülləri əkdik ki, bunlara mütəmadi qulluq olunurdu. Həmişə gəlirdi, yerindədir. Son bir 21 ay müddətində gələ bilmədi. Dünən uşaq gələndə anasının qəbrini ziyarət edən zaman mənə telefonda biriləri bildirdi ki, ata, bəs 3 ağacları kəsiblər. Nurəddin Hacıyev deyir ki, məsələni öyrəndikdən sonra qəbirstanlığa nəzarət edən şəxslə əlaqə saxlayıb. Ona bildirilib ki, ağacların kəsilməsi üçün icazə alınıb. Biz də onlarla əlaqə saxladıq, amma icazə verilməsi məsələsi ilə razılaşmadılar. Ağaclar iki məzarlıq sahəsinin arasında əkilmiş ağaclar olurdu. Həmən ağaclar böyüyəndən sonra cəmaatın qəbrinə xəsarət yetirib, başdaşına xəsarət yetirib, onlar onu kəsdiriblər. Amma yenə deyirəm ki, yəni heç bir tərəf mənə məlumat verməyibdi, bu haqda mənim məlumatım olmayıbdı. Ərazi də böyük olduğundan, yəni ki, hamısını nəzarətdə saxlamaq olmurdu. Cəmaat gəlir, qəbirləri, məzarlarını ziyarət edirlər. İddialara görə ağacların kəsilməsinə təşəbbüs göstərən şəxs yaxınlıqdakı digər məzarın sahibidir. Faktla bağlı Daxili İşlər Nazirliyinə də müraciət olunub. Suraxanı rayonunda ağacın kəsilməsi faktı üzrə prosesual araşdırma aparılır. Rayon ərazisində ağacın kəsilməsi ilə əlaqədar polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə baxış keçirilib. Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bildirib ki, araşdırma zamanı ərazidə Mirəhmət Fəttayev tərəfindən 3 ağacın qanunsuz kəsildiyi müəyyən edilib. Faktla bağlı akt protokol tərtib olunub və 3950 manat məbləğində cərimə tətbiq edilib. Bundan əlavə kəsilən ağacların əvəzində yeni ağacların əkilməsi üçün Suraxanı rayon icra hakimiyyətinə müraciət edildiyi bildirilib.